Salam və tamaşaçılar. Bir gün verilişi yenidən efirdədir. Dahilərdən biri deyib ki, qadın elə bir qüvvədir ki, uşaq ikən bizi qoruyur. Gənc ikən xoşbəxtliyimiz üçün çalışır. Qocalanda isə təsəlli verir. Bugün xanımların günüdür. Biz bəylərin də borcu odur ki, xanımların nazını çəksin, onların qədrini bilsin. Əziz xanımlar, bayramınız mübarək olsun. Bugünkü efirimiz də qadınlarımıza həsr olunub. Qadın əmanətdir, mələkdir yer üzündə. Beləliklə, ağ çiçəyimdən hazırlatdırdığımız gülü götürüb yollanırıq bir günü çəkəcəyimiz məşhurun yanına. Təşəkkür ediyorum. Özel gündə xanım sənətkarlar evlərinin qapılarını bizim üzümüzə açdılar. Həssas və kövrək anlar. Xatirə İslam sənətdən gedir. O nədən bu addımı atacaq? Etiraf eləyim də. Xatirə şəxsi həyatı barədə danışıb, bütün deyilənlərə son qoydu. Belə qərara gəldim ki, Nadir Qafarzadənin dedikləri gündəm yaradacaq. Bir dəqiqə. Çəkiliş zamanı gələn hansı xəbər Xatirəni təşvişə saldı? Az sonra.